Şamaxı rayon Dəmirçi kəndi Arxeologiya muzeyi. Arada istirahət də lazımdır. Bu parkın girişindədir. Neçənci illərindir bu? Bunların demək, əksəriyyəti 2000 ildən qədim qəbirlərdir. 2 mərhələli biz işləmişdik. 2025-də də işlər apardıq. Aha. 2025-ci ildə olan qəbirlərin əksəriyyəti, bunlar biraz 2012-də işlənilən qəbirlər. Aha. Onlar arasında fərq var. 2025-də işlədiyimiz qəbirlərin əksəriyyəti Sasani imperiyası var. Xosrovun adını eşidərsən də, Xosrov Bəşir Fərhad vardı. Həmin onun adındadır. Onun yaşayışları 500-600-cü illər, 590-623. Amma bunlar isə eradan əvvəl 3-4-cü əsrlərə aid. Alban qəbirləri. Alban qəbirlərinin neçə kilvə öyrənilməsi üçün Alban dövrü. Ən mühüm qəbirlər bunlardır. Çünki belə dəfn adətləri daha öncə tapılmıyor. Bax görsən də başlarının altında o gümüş cam. O birinci burada tapılır. İlk burada tapılan. Özdə bunların yanında silahlar falan var. Biz indi içəridə qoymuş, sənə göstərirəm. Bunların hər biri ehtimal ki, döyüşçü olan kəslərdir. Bax bunlar kişilərdir, bu tərəfdə qadınlar. Burada qadın uşaq qəbirləri. Ümumiyyətcə əsas maraqlı tərəfi odur ki, qadınların da yanında döyüş silahları var. Onların da döyüşdə iştirak etməsi güman olunur. Bax belə küp qəbir də var burada. Küpün içində də qəbir. Küpün içindədir. O çox deyil qəbir. Çox maraqlı. Hə. Bu işlədiyimiz yerin şəkilləri fotolar oradan bura gətirmişik. Oradan gətir. Bəli, oradan gətir. Ora 3 hektar bir qəbir sahəsidir. 2 hektarda. Yenə də qəbirlər var orada. Çox. Elə buradakı qəbirlərdən 500 kvadrat 3 hektarın 500-ünü də öyrənmişik. 2.5-dən heç dəyilməyib. O maraqlıdır ki, bunun bu boyda daşlar, bu sinə daşları yoxdur orada. Hardansa gətirilib. Hardan gətirilib? Texnikanın orada 670 kiloqrama qədər ağırlıq olan daşlar var. Yeni qazdığımız yerdə artıq daşların yarım ton. Bu da muzey. Hə, bax burada da həmin küpələrdən var. Bax bu tərəfdən baxmaq istəyirəm. Bu tərəfdəkilər hamısı qəbirdən çıxan saxçılardır. Qaz saxsı qabları. Burada əsas məsələ biz o saxsı qablarla onların dini inancı da nə idi görə bilirik. Gündəlik istifadə etdiyi qabların formasını görə bilirik. Elə nümunələr var ki, düzdür, fotosu bizdədir özü. Burada ümumiyyətlə kənar muzeylərdə çox nümunələr var. Məsəl üçün mən Yenilikdən ora görsən sırğaların da şəklini qoymuşam. O da burada tapılmış. Hansılardır? Dedi bax bu sırğalar var, indi fotoda var. İndi Azərbaycan tarix muzeyindədir. Görsən bunlar işini. Bunların məsələsi nədir? Burada çoxlu dircəklər var. Çoxlu milyonadək. Neçə illərdir bu çürüməyib? Bu 2000 il işte, 2000 il yaşı tamam. Bu həmin odur da götürdüyümüz odur. Tapılan vaxtıdır. Telefonda göstəreyim. Bax burada görsən nə qədər kiçik nöqtəli kürəciklər var. Çox. 2000 il bundan öncə bunun heç bir böyüdücüsü yox, zərgər əşyası yox, amma elə ucu yavaşlaşması. Sonra orada bu parça idi. İndi Azərbaycan Xalça Muzeyindədir. Azərbaycanın bəli ən qədim parçalarından biridir. Neçə ildir? Bu həmin o qəbirdə tapılır. Ölünün başının altında gümüş camın içində idi. Toxunma həvə də olub oranın, yəni naxışda sıxılıb. Görünür ki, bu parça təxmini 2000-dən yuxarı yaşa sahib. Azərbaycanın ən qədim parçalardan biridir. Ümumiyyətlə onu tapanda mənim yanımca çox böyük sevinc doğulan hal idi ki, burada belə qədim bir parça tapılıb. Yəni Şamaxı rayon Dəmirçi kəndində muzeydir. Kim gəlmək istəyirsə, buyurub gələ bilər. Səmid bəyə müraciət edəcəksiniz, Səmid bəy hər şey siz üçün açıq olacaq. Bax, burada sonra belə bu cür tapdığımız bəzi əşyalar. Bunlar da həmin qəbirlərdən tapılır. Amma məsələ odur ki, bunlar heç bir yerli xammal deyil. Misir pastamuncuğundan var, Pirbaltika kəhləbasından var, Aralıq dənizi xalqlarına aid olan nümunələrə oxşar Roma istehsalı sancaqlar var. Yəni burada Misir, Roma, Pirbaltika ölkələri, onlarla ticarət əlaqələrini göstərən nümunələrdir. Elə adi nümunələrdir. O pulların özü görsənir. Bu da həmin oradan çıxmışdı da, hə? Burada bəli, pullar çox. İndi hələ mən tapmışam, indi gətirəcəyik. Bax, görsən ki, burada artıq üzərində Xosrovun təsviri olan pullar var. Onun tamamilə təsvirli. Bunu 2025-də tapmışam. İnşallah ki, o da mənə gəlir. Burada pullar çoxdur, həddən artıq. Hər dövrə aid pul var. Çünki İpək yolunun üzəridir, zənginliyi çoxdur. Belə bu cür Yunan qabları var, silah nümunələri var ki, burada hamısı. Hə, silahlar bunlar. Bunlar kişi qəbirlərinə çıxan qılınclardır. Görürsən, qalın Roma qılıncı, qılınc. Hələ də qalın, hələ də yaşayır. Bunlarsa qadın, bax bu qadın baltası, Amazon qadınlarla. Bu onlardan da qədimdir. Eradan əvvəl 7-8-ci əsrlərdə. Bax bu balta, nizə, oxuculuğu, indi onlar kişilər, bunlarsa qadın silahları. Qəbirlər də qazılan vaxtı bu vəziyyətdə olur. Şəkilləri var. Hər şey də realdır. Köçürdü, gəlib Dəmirçi muzeyindədir.
Burada yəni görünürdə şəkildə çox küplər var, böyük küplər çıxanda göstərilmişsə. Yerə bastırırlar, ambar kimi istifadə edirlər. Deməli burada oturaq həyat tərzi. Anladım. Yəni qidalarını saxladıqlarını özün görəsən də, şimdi bu yerə keçirsən hardan başlayır? İpək saçağın altından bu divar başlayır bizim biliriz. Gedir Bəyimlinin yanından çıxın gedirik yuxarı. Gedəndə də yolda görürük. Çox böyük geniş bir ərazini əhatə edir o divar. Bəyimlinin altı ilə çıxıb gedir. Hardasa bir 2 kilometr məsafədə divarı hasarı işləyiblər. O burada onun özü də qəbirdir. Çox insan onu çox da uzaqdan bilir. O da qəbirdir. Təcnə qəbirdir, uşaq qəbirdir, beşik qəbirdir. Fərqli dəfn adətlərini göstərən əsas əlamətlərdən biridir. Buradakı qabların özü 2000 ildən yuxarıdır. Əksəriyyəti Donaş eradan əvvəla 3-cü, 2-ci əsrlərə təsadüf edən və indinin özünə də 1000 dərəcə istilik edən qablardır. Bunların belə balaca qulplarla asırlar ocağına, böyle hər yeri buradan mesela bu Dədə Qorquddan şurada Alman adları çox çəkilir Alman. Amma bunlar bilirsən də yerli sənətkarların işləri. Çünki bu kənarda dəmirçi buradan formalaşan adlı dəmirdən istəmiş olacaq. Amma şəkillərindən sonraki bizim artıq 2025-ci illərin işlədiyimiz qəbirlərdir. Onlar hansı vəziyyətlərdədirlər? Onların bütöv bərpa halda qalmış forması necədir? Tam dağılmış halda düşən skeletlər necədir? Yəni bu bilirsən niyə bu qədər fərq var? Çünki Kolxoz vaxtı bəzilərimizdə çoxan daşlar təqdir. O qəbirlər su gezib kəsməsə də böyük xəsarət alır, su gedib bir şey olur. Hansılar ki xəsarət almayıb gözəl bir vəziyyətdə qalırlar. Anatomik quruluşu görünür burada. Kim gəlmək istəsə Səmid bəyə müraciət eləsin, geniş məlumat verəcək sizə. Çox sağ ol Səmid bəy.